Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Haqqador verilişi yenidən sizin görüşünüzə gəlib. Maraqlı mövzularla görüşünüzə gəlirik və seçdiyimiz mövzular və qonaqlar sizin diqqətinizi cəlb edirsə, YouTube səhifəsi üzərindən verilişlərimizi bəyənin, paylaşın, bizə böyük dəstək olun. Bugün biz Azərbaycan xalqının Əhl-i-Beytə sevgisi haqqında müzakirə aparacağıq. Müzakirə bağlı verilişimizə Hacı Cavid Pənahlıoğlu dəvət etmiş. Hacı, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Allah qorusun sizi. Dəvətə görə xüsusi təşəkkürümü bildirirəm. Buyurun, biz təşəkkür edirik. Təşvik qəbul gəldiniz. Qeyd etdim Hacı, xalqımızın Əhl-i-Beytə sevgisi haqqında. Bu barədə müzakirə aparaq. Elə ilk sual belə olacaq Hacı. Niyə kamillik Əhl-i-Beytə bağlanmaqla baş verir? Bəli, əgər dinin banisi, İslam dininin banisi Peyğəmbəri diqqətə çəksək, görərik ki, məlumdur, din Allah tərəfindən nazil olur və eyni zamanda Peyğəmbər vasitəsilə nazil olur və Peyğəmbər də bizə Əhl-i-Beyti tövsiyə edib, Əhl-i-Beyti vəsiyyət edib, Quran və Əhl-i-Beyti vəsiyyət edib bizə. Məlumdur ki, Quran-ı Kərim kamil bir kitabdır, Peyğəmbər kamil insandır və Peyğəmbərin tövsiyələri heç vaxt öz ixtiyarı ilə olmur. Quran-ı Kərim buyurur ki, Peyğəmbər nə danışırsa, vəhiy danışır. Biz ona vəhiy edirik. Allah buyurur ki, və vəhiyin əsasında danışır. O cümlədən Peyğəmbərin də bizə təyin etdiyi, daha doğrusu təqdim etdiyi Əhl-i-Beyt anlayışı belə başa düşürük ki, ilahi bir vəhiydir. Əgər bir dəyər Allahdan gəlirsə, Allah kamil varlıq olduğu üçün Allahın göndərdiyi dəyərlər də kamildir. Əgər bir insanlar özləri toplaşıb bir dəyər seçirlərsə, öz ixtiyarları ilə, öz istəkləri ilə və Allahın nazil etdiyini qəbul etmirlərsə, onlar heç vaxt kamilləşə bilməyəcəklər. Çünki kamilliyi Allah yarada bilir və kamillik onun qapısındadır. Ona görə də Peyğəmbər kamil varlıq olduğu üçün və Peyğəmbərin təqdim etdiyi Həzrət Əlini, xanım Zəhranı, İmam Həsən və İmam Hüseyni və bunların evladlarını Peyğəmbər təqdim etdiyi üçün ona görə də bunlara bağlı həyatı yaşamaq kamilliyi gətirir insana. Çünki bunlar qədər kamil yoxdur. Həm tarixi araşdırmalara baxsaq görürük ki, onların ikincisi yoxdur və onlar özləri kimidirlər, təkdirlər. Və eyni zamanda hədislərimizə baxırıq. Təcrübəyə əsaslanırıq, görürük ki, misal olaraq Həzrət Əli kimi ikinci bir tarixi şəxsiyyət yoxdur və eyni zamanda ilahi bir şəxsiyyət yoxdur. Və Allah tərəfindən təyin olub Həzrət Əli, eyni zamanda xanım Zəhra selamun əleyha. Və biz bunları həm təcrübə yolu, təhlil yolundan araşdırıb tapırıq və həm də ağıl və məntiq bizə bunu deyir ki, əgər bir kəsi Allah sizə tövsiyə edibsə, Allah sizə veribsə, Allahın Rəsulu sizə təqdim edibsə, deməli kamil yol budur. Peyğəmbər də bu yolu təsdiq edir və Allah da bu yolu təsdiq edir. Ona görə də kamillik onların qapısındadır. İndi yadıma düşdü, Şəban ayında bir dua oxuyuruq. Şəbaniyyə sələvatı deyərlər o duaya. Orada belə bir cümlə var, çox maraqlı cümlədir. Buyurur ki, Əl-mütəqəddimu ləhum mariq vəl-mütəəxxiru anhum zahiq vəl-lazimu ləhum ləhq. Deyir, hər kəs Peyğəmbər və Əhl-i-Beytindən önə keçdisə, onlar dindən çıxdılar. Əl-mütəqəddimu ləhum mariq. Hər kəs önə keçdisə, düşündülər ki, biz özümüz kamil yol taparıq. Axı, bir kamil yol tapa bilməyiblər. Tapa bilmədilər və dindən çıxdılar. Və bugünkü zamanda da kim Əhl-i-Beyti kənara qoyursa, hər hansı bir mövzuda, xüsusi olaraq idarəçilik, eyni zamanda cəmiyyətin idarəçiliyində özləri iddialı bilirlərsə özlərini, axı, bu cəmiyyətə heç bir fayda verə bilmədilər. Və bugün də görürük ki, heç bir fayda verə bilmirlər. Və Peyğəmbərdən önə keçən cəmiyyət həmişə uduzur. Və eyni zamanda dindən çıxır. Dindən çıxır, yəni kamil həyat tərzini, belə deyək, kamil həyat tərzi ilə vidalaşmalı olur. Normal həyat yaşaya bilmir. Və bugün dünyada da görürük, dünən də belə idi, bugün də belədir və sabah da belə olacaq. Ona görə buyurur ki, Əl-mütəqəddimu ləhum mariq. Hər kəs onlardan önə keçdisə, dindən çıxdı. Vəl-mütəəxxiru anhum zahiq. Hər kəs onlardan geri qaldısa, itirdi. Onlardan geri qalmaq da olmaz, onlardan önə getmək də olmaz. Vəl-lazimu ləhum ləhq. Lazım olan budur ki, onlara birləşəsən. Quran-ı Kərim də bu, belə deyək, yolu bizə təqdim edir. Yə əyyuhəlləzinə əmənü təqullah. Ey iman gətirənlər, Allah qarşısında məsuliyyətli olun. Burada dayanmadı.
ardını davam edir. Bu kifayət eləmir deməli. İnsan iman gətirsə də, təqvalı olsa da, amma kamilləşmir. Nə vaxt kamilləşir? Və kunu ma'as sadiqin. Sadiqlərlə birgə olun. O sadiqlər Əhl-i-Beyt. Onlarla birgə olun. Niyə onlarla birgə ola? Onlarla birgə olmadan təqva kamilləşmir. Onlarla birgə olmadan iman kamilləşmir. Ona görə də Allah bizi belə deyək, onların qapısına tərəf aparır. Allah və Peyğəmbəri bu yolu göstəriblər bizə. Əgər bir dinin, maraqlıdır ki, Peyğəmbər dünyadan köçməmişdən də, bu ayəni çox eşitmişik. Allah din xadimlərimizi qorusun. Bu ayəni çox təqdim ediblər deyəcəyim ayəni. Peyğəmbər dünyadan köçəndə nə namaz tapşırdı, nə oruç tapşırdı, nə haccı tapşırdı. Peyğəmbərin əsas tapşırdığı məsələ nə idi? Kitab-əllah və itrəti. Allahın kitabı və Əhl-i-Beytim. Və başqa bir ayə ilə də, bu hədisli ayə ilə də baxsaq məsələyə, deyəcəyim ayə bu idi. Ayə də budur ki, buyurur ki, Peyğəmbər, Allah əmr edir, belə buyur, belə de. Sizdən heç bir şey istəmirəm, mənim zəhmətlərimin qarşısında heç bir şey istəmirəm, yalnız Əhl-i-Beytimə sevgi istəyirəm. Deməli, kamilliyə bağlanmağı istəyir Peyğəmbər bizdən, Quran-ı Kərimin vasitəsilə. Əgər Əhl-i-Beytə bağlılığı istəyirsə bizdən, deməli, kamillik Əhl-i-Beytə bağlılıqdadır. Ona görə də Həzrət Əli əleyhissalama və onun xəttinə, onun yoluna bağlanmaq insanı kamil edir, ondan uzaq düşmək insanı naqis edir. Onda hacı Əhl-i-Beytsiz dini yaşamaq olmur. Ümumiyyətlə, bilmirəm sözüm necə anlaşılar, istəyirəm tam səmimi olaraq etiraf edeyim. Ümumiyyətlə, Əhl-i-Beytsiz din necə ifadə oluna bilər? Ümumiyyətlə, din nədir? Din əgər ayrıca namazdırsa, bu təkcə namaz din deyil. Din əgər orucdursa, oruc təkcə din deyil. Və Peyğəmbər, din Qurandır, belə desək. Bunu deyə bilərik. Din Qurandır. Din Qurandırsa, Peyğəmbərin o qeyd etdiyimiz sonuncu hədisində ifadəsinə diqqət salsaq, nəzərə alsaq, görürük ki, Peyğəmbər buyurur ki, Kitab-əllah və itrəti, Əhl-i-Beyti Qurandan ayırmadı. Din, Quran və Əhl-i-Beyt. Din, soruşsaq ki, din nədir? Din yəni bu. Əgər Əhl-i-Beyt yoxdursa, mənim düşündüyümə görə ümumiyyətlə din anlayışı yoxdur. Din anlayışı ola bilməz. Çünki mümkün deyil. Təsəvvür edin, Peyğəmbər yoxdur. Peyğəmbər yoxdursa, ümumiyyətlə Allah anlayışı mümkün deyil. İnsan Allahı düşünə bilməyəcək, mümkün deyil. Allahın o gözəl sifətləri bir ilahi şəxsiyyətdə cilvələnməsin və sən də onu başa düşəsən. Bu qeyri-mümkündür. Ona görə də Quran-ı Kərimə baxırıq, Hucurat surəsinə. Çox maraqlı və gözəl bir ayə var orada. Buyurur ki, Peyğəmbərin yanında səsinizi ucaltmayın və Peyğəmbərlə danışdığınız kimi bir-birinizlə danışdığınız kimi Allah Rəsulullah danışmayın. Bu ifadəni Hucurat surəsində Quran ayəsidir. Biraz düşünəndə görürük, sonu nə olar? Peyğəmbərə hörmətsiz şəkildə davransam, yəni adi insanlarla danışdığım kimi danışsam və səsimi ucaltsam Peyğəmbərin yanında nə olar? Ən təhbətə əmaləkum və əntum la təşurun. Əməlləriniz puç olar. Deməli, bütün əməllərin qəbul olunma nöqtəsi Peyğəmbər və Əhl-i-Beytinə hörmət göstərməkdir. Və Peyğəmbər də buyurur ki, Quran-ı Kərimin ayəsi ilə izah eləsək, Həzrət Əli əleyhissalama özünə nisbət verir. Ənfusəqəm ifadəsini işlədəndə, biz deyəndə Əli və özünü təqdim edir və buyurur ki, Ənə və Aliyün əbə və hazir ümmə, mən və Əli bu ümmətin atalarıyıq. Bu o deməkdir ki, Peyğəmbərə qarşı kim çıxsa ümmətçilikdən çıxır, Həzrət Əliyə qarşı da kim çıxsa ümmətçilikdən çıxır. Ona görə də dinləyənlərə belə deyək, səslənirəm ki, Əhl-i-Beytsiz din mümkün deyil. Hətta istənilən, belə deyək, yola baxsaq, hətta məzhəb nümayəndələrinə baxsaq, görərik ki, onlar ki, sağlam məzhəbdirlər, hətta cəryan deyirlər, əsas məsələ budur, sağlam məzhəbdirlər. İstər əhl-i-sünnə olsun, istər şiə olsun və baxırıq ki, əhl-i-sünnə də belə Əhl-i-Beyti heç vaxt hörmətsizlik eləməyib. Bu günə qədər. İndi cəryanlarla işim yox. Onlar nə əhl-i-sünnədirlər, nə əhl-i-beytçidirlər. Amma kim Əhl-i-Beytə hörmət edibsə, kim Əhl-i-Beytə hörmət göstəribsə, dünyada, onun yaşadığı dünyada və zamanda görür ki, Əhl-i-Beyt onların adını ucaldır. Onlar ucalıblar və yaşayıblar, əbədiləşiblər. Allah rəhmət eləsin Seyyid Əzimin, Allah ruhunu şad eləsin.
buyurur ki, qiblə təklifin mənə gəl etməsən Şeyxül Hərəm, qiblədən dönməməliyim, Mürtəzadan dönmərəm. Baxırıq, Seyyid Əzim yaşayır. Seyyid Əzim bugün də yaşayır. Füzuli İmam Hüseyin əleyhissalamın hərəminin xidmətçisi olub. Füzuli bugün ola bilər şairlərin işidir, bunu qiymətləndirmək mənim işim deyil, amma mən də ədiblərdən eşitmişəm. Ola bilər Füzulidən güclü bir şeir yazan da olsun. Amma Füzuli qədər uca ola bilmir. Niyə görə? Çünki Füzulini ucaldan Füzulinin özünü İmam Hüseynin yanında olan kiçiltməsi idi. Kim Əhl-i Beytə bağlandısa mütləq ucalır. Ona görə dində, din mənə görə Həzrət Əli əleyhissalama olan düzgün itaətli sevgi. Hacı, son bir sual verim. Əhl-i Beyt cəmiyyətində kimə asayiş verə bilib? Mən tarixi nöqtələri, vaxtımız az olsa da, amma müəyyən nöqtələri işarə etmək istəyirəm. Əhl-i Beytin, belə deyək, əsas üzvü Peyğəmbərdir. Peyğəmbərliyə seçilənə qədər, məbus olana qədər Ərəbistan yarımadasında kişilər diri-diri qızlarını öldürürdülər. Və eyni zamanda güclülər zəifləri əzməkdə haqlıydılar. Eyni zamanda müəyyən əsirliklə əldə olunan insanların ümumiyyətlə yaşam haqları yox idi. İstəkləri, arzuları yox idi. Onlar qul kimi yaşayırdılar və qul kimi də ölürlər. Və müxtəlif işgəncələrə məruz qala bilərdilər, amma səslərini çıxara bilməzdilər. Peyğəmbər gəldi Ərəbistan yarımadasında bu, üzr istəyirəm, pozğun xətti tamamilə parçaladı. Peyğəmbər gəldi körpəlikdə haqsızlığa məruz qalan uşaqları öldürülərək haqsızlığa məruz qalan qız uşaqlarını Peyğəmbər azad elədi. Peyğəmbər gəldi, qadına hüququ verdi. Ərəbistan yarımadasında qadının hüququ yox idi. Peyğəmbər gəldi, qadına hüququ verdi və qız uşaqlarını ölümdən azad elədi. Peyğəmbər bu mədəniyyəti pozdu. Bu mədəniyyəti pozmaqda bacardı. Ondan sonra Peyğəmbər gəldi, quldarlığı yığışdırdı. Fikir verirsiniz, bizim müəyyən şəri hökmlərimizdə belə cümlələr var. Deyir, bir nəfər əgər mübarək Ramazan ayında bilərəkdən orucunu açsa və haramla açsa orucunu, ona vacib kəffarə gəlir öhdəsinə. Vacib kəffarə də budur ki, həm 60 fəqiri doyduracaq, həm 60 gün kəffarəsini tutacaq, o bir gün tutmadığı üçün və eyni zamanda bir qul azad eləyəcək. Bu ikisini tətbiq eləmək olur, 60 fəqiri ehtiyaclı insanı doydurmaq olur və eyni zamanda yardım etmək olur və eyni zamanda 60 gün orucu da var. Amma qul məsələsi yoxdur. O artıq saqit olub, yəni düşüb. Mövzu olaraq tapa bilmirsən onu həll edəsən. Niyə görə? Çünki Peyğəmbər bu hədisi ona görə ki, bu şəri qaydanı ona görə qoymuşdur ki, insanlar qul azad eləməyə meyilli olsunlar və quldarlığın sonu gəlsin çıxsın. Peyğəmbər quldarlığı bitirdi və yekunlaşdırdı. Və o zamanda Peyğəmbər quldarlığı yekunlaşdırmaq üçün həm də belə bir üslubdan istifadə edirdi. Bütün hamı qul saxlayır, Peyğəmbər birbaşa əleyhinə çıxa bilməzdi. Peyğəmbər də qul saxlayırdı, amma Peyğəmbər öz quluna ağa kimi xidmət göstərirdi ki, azından insanla davranış mədəniyyətini onlara öyrədə bilsin. Və birinci mərhələdə bunu elədi, sonra da quldarlığı Peyğəmbər yığışdırmağı bacardı. Deməli, Peyğəmbərin gətirdiyi dinə baxırıq ki, hər kəsin haqqını ona qaytarmaqdır. Peyğəmbərin gətirdiyi dində budur və baxırıq ki, imamların həyatında, müxtəlif zamanlarda bütün imamlarımız 12 imamı nəzərə alsaq və xanım Zəhra Səlamun Əleyhanı da nəzərə alsaq 13 məsum, hamı terrora məruz qalıb. Terror nəticəsində dünyalarını dəyişiblər və şəhid olurlar. Zəhərlənmə nəticəsində, qımızlanma nəticəsində fərqli növlərlə terrora məruz qalıblar. Amma bununla yanaşı imamlar heç vaxt terroru dəstəkləməyiblər. Cəmiyyətdə həmişə asayişini istəyiblər. Həmişə sülhün, belə deyək də, hakim olmasını istəyiblər. Həzrət Əli əleyhissalam fəryad edir. Deyir ərəblərə ki, Kufədə. Deyir ki, siz bu qılıncdan əl çəksəydiniz, qılıncdan əl götürsəydi, döyüşmək həvəsindən qutara bilsəydiniz, mən sizə daha böyük uğurlar verərdim. Misal olaraq bir işarə edir ki, yerin altından sizə nur verərdim, işığa işarə edir. Məsələ bu misal deyil. Məsələ budur, Həzrət Əli onların əlindən bezib, döyüşməkdən əl çəkmirlər. Və Əhl-i Beyt gəlir insanların həyatında asayiş yaradır. Necə? Bir ailə səviyyəsini
qeyd edirik. Zaten Əhl-i-Beyt ailə deməkdir. Bir ailə səviyyəsindən qeyd edirik. Peyğəmbər və onun Əhl-i-Beyt, İmam Sadiq, İmam Musa Kazım, İmam Rıza əleyhissalam. Mən gəlib sual verirəm İmam Musa Kazıma misal olaraq. Mən namaz qılanam, atam evdə namaz qılmır. Mən ona Allah üçün ibadət etmədiyi üçün hörmətsizlik eləyə bilərəm. İmam Musa Kazım buyurur ki, qətiyyən. Əksinə bundan da artıq hörmət eləməlisən. Gəlir İmam Sadiq əleyhissalamın yanına ki, mən müsəlmanam, müsəlman olmuşam, amma anam xristiyan dinində qalır. Necə eləyim? İmam Sadiq buyurur ki, bu vaxta qədər nə qədər xidmət etmişdinsə, get bundan da artıq elə. Baxın, Əhl-i-Beytə baxın, ailə daxili asayiş yaradır. Və ölkə daxilində bir xalqların, millətlərin arasında bir nəfərdən xoşum gəlmir, hətta üzr istəyirəm, Allaha söyüb, nəuzubillah və sərt sözlər deyib, Peyğəmbərim var. Neyini? Onu gedək istədiyin kimi öldürə bilərsən. Deyir, xeyr. Baxın, Quran-ı Kərimin xəttinə əməliyə və cəhədilhum billəti hiyə əhsən. Ən gözəl şəkildə mücadilə elə. Bəli, müzakirə edə elə, mübarizə edə elə, amma mübarizənin içində terrorizm olmasın, terroristlik olmasın, asayişi pozmaq olmasın. Bir güclü gücsüzü əzə bilməsin. Əhl-i-Beytin əsas gətirdikləri, belə deyək də, məntiq budur. Ona görə insanların ailə həyatlarına, ailələrinə asayiş götürür. Əhl-i-Beyt buyurur kişiyə ki, xanımın haqqını qorumalısan. Xanımın hüququnu qorumalısan. Onunla xoş danışmalısan. O, Allahın sənə göndərdiyi bir namusdur. Allahın namusudur, sənə qorumağı tapşırıblar. Və eyni zamanda xanıma buyurur ki, kişinin böyüklüyünü evdə qorumalısan. Bu asayişi belə bərpa edirlər. Eyni zamanda Əhl-i-Beyt tapşırır ki, hər kəs evlad tərbiyə edirsə, uşağı döyməyə hüququ yoxdur. 3 yaşında uşağı döyməyə hüququ yoxdur. Bütün uşaqlar, bütün körpə uşaqlar bunu eşitsələr, Peyğəmbər gəlir buyurur, Əhl-i-Beyti gəlir buyurur ki, 7 yaşına qədər uşaq evin ağasıdır. Hansı dəcəlliyi edirsə etsin, döymək olmaz. Bunu yeri gəlmişkən qeyd edin, bizdə evdə böyük evladın kiçiyi çox şuluqdur, hələ də 7 yaş olmayıb. Elə bu istəyəndə ki, onu döysün, deyir, hələ 7 yaş olmayıb, ağlı kəsmir filan. Bunun bir 7 yaşı olsaydı bizim canımız dincələyən, döyərdim onu. Əhl-i-Beyt gəlir, imkan vermir. Əhl-i-Beyt gəlir, uşağın da haqqını qoruyur. Normal yaşayışı Əhl-i-Beyt bərpa edir. Əhl-i-Beyt gəlir, həkimə deyir ki, həkim müəllimə hörmət elə, müəllimə deyir, həkimə hörmət elə. Əhl-i-Beyt gəlir, din xadiminə deyir ki, istənilən insana hörmət etməyi öyrət cəmiyyətə. Və belə olur, insanların içində Əhl-i-Beyt asayiş yarada bilir. Biz xalq olaraq Əhl-i-Beytçi xalqıq. Ölkəmizin əsas mənəvi sütunlarını nəzərə alsaq, xanım Həkimə, xanım Rəhimə, xanım Leyla, belə deyək, Nardaran, Piri, Bibi, Eybət, ziyarətgahı eyni zamanda Bilgəhdə xanım Leylanın məzarı. Biz baxsaq bunlara görürük ki, bunlar niyə görə bu xalqa üst tutublar? Bu xalq Əhl-i-Beyti Peyğəmbərin çox istədiyi üçün ən çətin dövrdə İmam Musa Kazımın 3 namusu bu xalqa üst tutub. Və bu xalq ona görə dəyərli xalqdır ki, bu xalq Əhl-i-Beyti sevməyi öyrəniblər. Bu olduqca mühüm məsələdir. Və həmişə ədalətli mövqe sərgiləməyi xoşlayıblar, xalq olaraq, ümumi xalq olaraq. Bunu da kimdən öyrənmişik? Əhl-i-Beytdən öyrənmişik. Əhl-i-Beyt axtarsaq, biraz təhlil etsək, görək ki, bizim xalqımız, cəmiyyətimiz ən mədəni xalqlardandır. Elə biləm ki, mənlə razılaşarsınız. Ən mədəni xalqlardandır. Ən mədəni xalqlardan olmasının əsas səbəbkarı Əhl-i-Beyt, ən mədəni insanlara sevgi göstərməklə nəticələrdir. Və bu xalq ən mədəni, ən gözəl insanın, belə deyək, evladlarına, İmam Musa Kazımın evladlarına sığınacaq verib ən çətin zamanda. Ən çətin zamanda sığınacaq verib və düşünürəm ki, elə bu ədəb göstərməyin, bu mədəniyyətin nəticəsindədir ki, Allah da bu xalqa xüsusi bir mədəniyyət lütf edib. Allah bu xalqa xüsusi bir bərəkət verib. Bunu da qeyd edək ki, 44 günlük müharibədə də vətən sevgisi və Əhl-i-Beyt sevgisi. Bəli, belə deyəsək daha gözəl olar, sizin qeyd etdiyiniz kimi. Biz o qədər Əhl-i-Beyti sevmişik ki, milli dəyərlərimizin kökünə varsaq, görürük ki, bizim dini dəyərlərimizə bağlıdır. Əhl-i-Beytdən, belə deyək də, bizə süzülüb gələn dəyərlər artıq milliləşib. Və milli dəyərlərimiz əgər Əhl-i-Beyt dəyərlərinə yaxındırsa, deməli, biz Əhl-i-Beyt kimi haradasa yaşaya bilmişik ki, onlar bizim milli dəyərlərimizə çevrilə bilir. Bu olduqca mühüm nöqtədir. Və düşünürəm ki, bu sevgi ilə biz həm Allah yanında, belə desək, diqqətdə olan bir xalqıq,
və eyni zamanda bütün dünyada da diqqətli olan xalqlardan hesab olunur. Evet. Çox sağ olun. Çox maraqlı söhbət oldu. Təşəkkür edirəm sizə. Allah qəbul eləsin, Allah işlərinizi uğurlu eləsin. Çox gözəl işlər görürsünüz. Allah yanında həmişə hörmətli olasınız. Allah razı olsun. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Belə əziz izləyicilər, xalqımızın Əhl-i-Beytə sevgisi haqqında müzakirə apardıq. Müzakirə bağlı verilişimizə ilahiyyatçı Hacı Cavid Pənahlını dəvət etmişdik. Sizinlə mən Pərvin Rəhimli idim. Növbəti həftədə görüşmək üzrə sizdən ayrılırıq. Allah amanında, sağ olun.